Bəzən həyatda elə insanlar qarşımıza çıxır ki, onlarla çox yaxın olmasaq da, keçdiyimiz yollar eyni olur. Bizim əslində yollarımız çox az kəsişmişdi. Biz əslində çox az bir yerdə işləmişik, ancaq çox mehriban idi. Nəsə eləməyə çalışırdı, hekayəsini paylaşmağa və yaxud da nələrdənsə yapışmağa çalışırdı. Nəsə eləməyə çalışırdı. Bu hiss olunurdu. Və bizim birləşdirən gizli xüsusiyyətlərdən biri o idi ki, mən də nəsə eləməyə çalışıram. Mən də rəqəmsal dünyada öz izlərimi qoymağa çalışıram. Mən sonra Polşaya gəldim və burada tamam başqa sferada, restoran sektorunda işləməyə başladım və bu işlədiyim müddətdə də onun Instagram səhifəsinə baxanda gördüm ki, o maraqlı olduqca gözəl videolar çəkir. Kənd həyatından, orada səhər yeməyindən çox gözəl videolar çəkir. Və içimdə hardasa biraz baxıldıq hissi oyandı ki, mən burada tamam başqa istiqamətdəyim, amma orada mənim arzuladığım işləri görür və irəlidədir. Biraz paxıllığa bənzər bir hissə keçirdim. Üzərindən bir il keçəndən sonra artıq xəbər aldım ki, həmin insan dünyasını dəyişir. Sən nə qədər plan qursan qur, həyatın sənə aid öz planları olurmuş. Mən bu barədə danışıramsa, deməli hələ də xatirəmdədir. Və haradasa məndə iz buraxıb. Bəzən başqa insanların videolarına baxanda düşünürəm ki, kaş yaşayardı və o da öz izlərini qoyardı. Ancaq bilmək olmur, həyat qısadır, yoxsa uzundur. Bəzən elə bir həyat yaşayırıq ki, nə yaşadığımızı da bilmirik. Bəlkə kimisinə görə uzundur, kimisinə görə qısadır həyat. Mən bu addımları atmaqla həyatımı hekayələşdirməyə çalışıram. Mən bu addımları atmaqla həyatımı rəqəmsallaşdırmağa çalışıram. İçimdən gəldiyi videoları paylaşmağa çalışıram. Və bu nə qədər alınır, necə alınır, sizə bağlıdır. Mən artıq gecikmişlik hissini bir kənara qoymuşam. Əgər nəfəs alırıqsa, hələ də gec deyil. Həyat davam edir, hekayə davam edir və istədiyin qədər öz hekayəni yaza bilərsən. İstədiyin kimi də davam edə bilərsən. Şərt deyil ki, bunu video çəkəsən və yaxud da paylaşasan. Və yaxud da ki, yazasan, paylaşasan, paylaşma məcburiyyətində də deyilsən. Bu sadəcə mənim xoşuma gəlir. Bu sadəcə mənim 10 illərlə davam edən istəyimin davamıdır ki, YouTube'a video çək. Həmişə qorxurdum, həmişə çəkinirdim. Daha yaxşı məqam gözləyirəm, daha yaxşı kamera, daha yaxşı ortam. Amma mən bu videonu rahat olduğum yerdə mətbəxdə çəkirəm. Mətbəx mənim üçün rahatdır. Çox ucuz qiymətə aldığım işıqdan çəkirəm və iPhone 13-dən çəkirəm. Videonu paylaşandan sonra inanın mənə 4-5 saat ancaq sıfır baxışı olur. Ondan sonra artıq özüm tam videoya baxıram, sonra bir nəfər kimsə gəlir baxır və güclə bir təhər 10 baxışa gəlib çatır, amma yenə də bu yolda özümü tapıram. Özümü hiss edirəm, öz düşüncələrimi hiss edirəm və bunu rahatlıqla paylaşmağa çalışıram. Nə qədər ki, nəfəs alır, bir qədər həyat davam edir bizim üçün. Özünə əmanət ol.